Cümə gecəsi olacaq bu gecə. Bizim neçə ildə adətimiz var ki, cümə günü söhbətimizdə İmam Hüseyin əleyhissalamı yad eləyək. Bu gecə İmam Hüseynin ziyarətinin çox böyük savabı var Ramazan ayında. Elə hər vaxt, cümə gecəsi. Dedilər İmam Sadiq əleyhissalama ki, uzaq yoldu gedə bilmirik. Kərbəlaya hər dəfə gedə bilmirik. Dedi ki, harda olursa olsun, 3 dəfə deyin, sallallahu aleykə ya Əbu Abdullah, 3 dəfə. Onu görmək savabıdır. Ramazan ayı bəli rəhmətdir, amma oruc da tuturuq. Həcc bəli rəhmətdir, həccə gedəndə adam bağışlanır, amma təvaf səyid elirsən. Burada hiss eləmirsən. Burada otursan, burada hər şey İmam Hüseyin eləyib. Burada desən, Əssalamu aleykə ya Əbu Abdullah və salam. Bundan görün böyük rəhmət var.